Hər kəsi salamlayıram. Bildiyiniz kimi son vaxtlarda ölkədə reform adı altında təhsil sistemində dəyişikliklər baş verir və ən yeni dəyişiklik bildiyiniz kimi bir fakultet, bir şəhər prinsipi adı altında bir çox universitetlərdə artıq demək olar ki, fakultetlərin böyük əksəriyyətini ləğv etdilər və İlya Dövlət Universiteti hansı ki, regional səviyyədə ən prestijli universitetlərdən biri idi. Demək olar ki, tələbə qəbulunun 92%-ni artıq dayandırmaq məcburiyyətində qaldı. Bu ümumiyyətlə rejimlər üçün yad bir proses deyil. Çünki ümumiyyətlə fakultetlərin ləğv edilməsi, universitetlərin bağlanması və ya bir fakultetin bir universitetlə cəmləşdirilməsi bu mərkəzləşdirilmiş güc strukturlarının idarə edilməsinə və ümumiyyətlə hər şeyi mərkəzdən idarə etmək prinsipinə dayanır. Çünki hər şey bir universitetə cəmləşdiyi vaxtı və ümumiyyətlə bir universitet adı altında olduğu zaman onu idarə etmək təbii ki, necə ki akademik personellər olsun, eyni zamanda məzmuni şəkildə olsun, çox daha asandır və bu rejim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki dırnaqarası istənilməz fakultetlərin məzmunu necə ki sosiologiya olsun, politologiya olsun, hüquq olsun və eyni zamanda siyasi bilimlər olsun, onların məzmununu özləri daha yaxşı təkmilləşdirirlər onların istədikləri kimi və eyni zamanda subliminal mesaj verirlər cəmiyyətə ki, sistem sadəcə sizin siyasi həyatınızı yox, eyni zamanda bilinizlə də idarə edir. Mən bugünkü qonağım Ruslandır, İlya Dövlət Universitetinin magistr tələbəsi, hansı ki, təhsil istiqamətində, belə deyim, təhsil elmləri istiqamətində magistr tələbəsidir və təhsil alır və ilk sualım elə bu ölkədə baş verən reform olardı, dırnaqarası reform. Bir gələcəyin təhsil eksperti olaraq belə deyim, necə dəyərləndirirsən bu gedişatı? Çünki çox suallar var. Bu reallıqla bağlı kimi deyək ki, yaxşıdır. Bu təhsil reformu hər universitet, hər fakültetin olmağa qarşılıq yaradır. Texnik universitet elə də texniki olmalıdır. İlya ilə də pedaqoji idi başdan, niyə olmasın? Bu tipli suallar var. Sən necə düşünürsən bundan bağlı? Bəli, ilk öncə mən də təşəkkür edirəm sizə dəvətiniz üçün. Əslində bu mövzuları daha əvvəl də müxtəlif verilişlərdə söhbət etmişdik və onu demişdik ki, da 2-3 il əvvəl harda ki qanunlar qəbul olundu, Rus qanunu qəbul olundu, müxtəlif artıq da ölkədə ölkənin siyasi kursunu, geosiyasi kursunun dəyişdiyini müşahidə edirdik. O dövrlərdən başlayaraq biz davamlı şəkildə bəyanatlar eşidirdik ki, çünki əslində bu proseslərin çox aktiv bir hissəsi tələbələrdən ibarət idi. Və bunu müşahidə edən, bunu görən, bunu analiz edən dırnaqarası hökumət nümayəndələri tərəfindən təhdidlər eşidirdik ki, tələbələri güya konkret universitetlərdə beyinlərini yuyurlar və s. güya daha müxalifdirlər. Halbuki o tələbələr sırf yəni baş verən bu proseslərin hamısını müşahidə edir, görür, analiz edir və məhz elə bugünü görürdülər ki, bu proseslərin sonu bura qədər gətirəcək, müxtəlif konstitusiyaya zidd qanunlar qəbul olunacaq. Bunu görürdülər məhz o tələbələr, ona görə iştirak edirdilər bu kimi proseslərdə, daha fəal idilər, daha aktiv idilər və bunun üçün əslində bir müxtəlif məhdudiyyət mexanizmləri düşünülürdü və bu təhdid şəklində, açıq şəkildə ifadə olunurdu ki, misal konkret dırnaqarası reformlar aparılacaq və bu kimi halların qarşısı alınacaq, güya daha keyfiyyətli olacaq təhsil və s. Bunu daha aydın bir şəkildə elə bu il gördük. Birdən-birə tam olaraq hansı araşdırmaya, hansı analizə əsaslanan bir məlumata, göstəriciyə əsasən olunduğu deyilmədən birbaşa siyasi sifariş olan təhsil reformu elan olundu. Bunu dırnaqarası baş naziri elan elədi. Konkret punktları dedi. Təbii ki, bu başdan çox ümumi idi. Biz bilmirdik nə olacaq, amma təxmini bilirdik ki, yaxşı bir şey olası deyil. Və bu bir növ mexanizmdir, konstitusiyaya zidd mexanizmdir və universitetlərin, avtorizasiyanı keçmiş universitetlərin
müəyyən fakültələri müəyyən fakültələrdə təhsil imkanı sunmağını təqdim etməyini belə deyim, əlindən alacaq. Çünki elə yenilikcə məsələ İlya Dövlət Universiteti hal-hazırda bu prosesdən ən çox zərbə alan və demək olar ki, hədəfdə olan universitetdir. İlya Dövlət Universitetinə qarşı yönəldiyi açıq-aydın idi. Bu dırnaqarası reformaların ki, biz artıq dünən gördük ki, məhz həmin fakültə bölgüsündə və kvotalar bölgüsündə necə bir bölgü baş verdi. Təsəvvür et, 4000-ə yaxın tələbə, keçən il 4000-ə yaxın tələbə məzunu olan universitetə sənin 300-ə qədər tələbə qəbul etmə haqqın var, kvota belədir və ancaq filan sahələrdə tələbə qəbul etmə haqqın var dedilər. Pedaqoji və STEAM, yəni texnologiya, riyaziyyat və müəyyən kompüter elmləri və s. kimi sahədə. Bu, dediyim kimi, lap başdan da aydın idi ki, bu cür mexanizmlər işə düşəcək, qeyri-konstitusional olsa da bayaq dediyim ki, avtorizasiya keçmiş bir universitetə edirsən sən bunu. Elə də digərləri, baxmayaraq ki, digərlərinin kvotası daha yüksəkdir TSU-dan, misal 3000-dən yuxarıdır bildiyim qədərlə, lakin oradan da yəni bəzi fakültələr, misal tibb fakültəsi və bəzi fakültələr alınıb, yəni onu tədris eləmək haqqı verilmir artıq TSU-ya. Buradan da yəni bəlli idi ki, belə bir şeylər olacaq. Avtorizasiya məsələsinə qayıdım təkrardan, bayaq əslində onu demək istəyirdim. Bu yaxınlarda elə keçən il avtorizasiya prosesi baş tutmuşdu ki, bu da bir neçə il, 5-6 tam müəyyən bir vaxt ərzində həmin universitetə konkret fakültələrdə tədris imkanı, təhsil imkanı təqdim etmək haqqı verir universitetlərə. Bunu yeni keçmişdi. Burada da müəyyən problemlər yaratmışdılar. Əslində sırf İlya Dövlət Universitetinə müəyyən problemlər yaradılmışdı, süni şəkildə proses uzadılmışdı və bunun sonrasında aparılan təkrar monitorinqlərdən sonra artıq avtorizasiya verilməli olmuşdu. Çünki akademik cəmiyyət tərəfindən ciddi belə deyim təzyiq olmuşdu, tənqid olmuşdu və bundan sonra avtorizasiya artıq verilmişdi və bu avtorizasiya verdiyin universitetə, yəni bir neçə il, yəni bir il əvvəl maksimum avtorizasiya verdiyin universitetə sən deyirsən ki, yəni mən monitorinq aparmışdım, sən bu fakültələri bu sahədə təhsil təqdim edə bilərdin tələbələrə, amma indi belə qərar vermişəm, yeni reforma elan etmişəm. Sən də mənim bu monitorinq apardığım bu avtorizasiya heç bir şeyə dəymirmiş və sən artıq bu fakültələr üzrə heç kimə təhsil haqqı təqdim edə bilməzsən. Bu təbii ki, absurddur. Yəni çox belə əslində bunu müşahidə etmək üçün ciddi belə sırf təhsil sahəsində mütəxəssis olmağa ehtiyac yoxdur, ekspert olmağa ehtiyac yoxdur. Çox absurd bir şəkildə və sırf siyasi sifariş olaraq alınmış bir qərardır. Bu ki, bunun yəni yekun mərhələsini də gördük. Məncə bu da yenə tam yekun deyil. Yəni buna təbii ki, əlavələr olacaq. Əgər hansısa bir universitet düşünürsə ki, ona daha az məhdudiyyət tətbiq olunub, elə düşünməsin ki, irəlidə ona da hər hansı bir məhdudiyyət tətbiq olunmayacaq və ya hər hansı başqa sahəyə. Elə istəyirəm bu mövzuya toxunaq. Bu proseslərin gedişatına baxmayaraq, hansı ki qeyd etdiyim kimi İlya Dövlət Universitetində 4000 tələbə qəbulu mümkün idi. Artıq bu 200-ə qədər düşdü bildiyim qədərilə. Yəni qəbulun 92%-dən yox demək məcburiyyətində. Təxminən 13 dəfə Texnik daha az universitetində də eyni reallıqdır və Tiflis Dövlət Universitetində baxmayaraq ki, fakültetlərin böyük əksəriyyəti qaldı. Bir də Suxumi Dövlət Universitetində daha az oldu. Əslində orada yenə lap yüksək deyildi. Kvotada əvvəl qəbul da o qədər yüksək deyildi o biri universitetlərlə müqayisədə. Lakin yenə bir təbii ki, məhdudiyyət oldu. Həm fakültə baxımından, həm də qəbul edəcəyi tələbə baxımından. Baxmayaraq bu çətin gedişata, şəxsi universitetlərdən demək olar ki, biz həmrəyliklə bağlı heç bir pozisiya eşitməmişik. Baxmayaraq ki, Kürdistanda bir çox şəxsi universitet var. Bunlardan bəziləri çox prestijlidir. Ancaq biz onlardan hələ ki heç bir şey eşitməmişik bu gedişatla bağlı. Nə İlyaya dəstək, eyni zamanda digər universitetlərə dəstəklə bağlı hər hansı bir bəyanat və ya həmrəylik bəyanatı hələ ki yəni Əslində, qarşıma çıxmayıb mənim. Mən bayaq elə ona toxunmaq istəyirdim ki, ola bilər da sırf dövlət bir kvota qoyub deyə və ya yəni xarici tələbələri misal sırf artıq özəl universitetlər qəbul edə bilər deyə özəl universitetlər düşünsün ki,
da mənə tələbat daha çox olacaq xarici tələbələr tərəfindən və ya konkret bir kəsim tərəfindən, sosial, siyasi, sosial iqtisadi statusu yüksək təbəqə tərəfindən. Lakin bu dediyim kimi o mənaya heç cür gəlmir, çünki biz bilmirik. Yəni bu elə bir mexanizmdir ki, da bu kimi idarə etmə strukturlarının şəraitində bu elə bir sistemdir ki, yəni sən bilə bilməzsən ki, yəni sən apardığın, yəni təklif etdiyin bu təhsilə, bu fakültələrə sabah o biri gün, elə də apardığın universitet siyasətinə sabah o biri gün hansı məhdudiyyətlər tətbiq olunacaq sənə qarşı? Bir də biz bu günlərdə eşitdik əks qərarı onunla bağlı ki, ilk başda dedilər ki, Tiflis Dövlət Universiteti ilə Texnik Universiteti birləşdirilir. Sonra bununla bağlı etiraz aksiyaları oldu. Eyni zamanda daxili universitetlərdə şuraların görüşləri keçirildi. Şuralar bu mövzu ilə bağlı rədd qərarı verdi ki, biz birləşmirik heç bir universitetdən. Sonra dırnaqarası baş nazirin çıxışı oldu ki, yaxşı biz bu üç universiteti birləşdirmirik, ancaq reformları mütləq həyata keçirəcək. Mən düşünürəm ki, bu bir məsələ var. Rejimlər üçün ölümü göstərib xəstəliyə razı salmaq məsələsi. Eynən, mən də eynisini deyəcəkdim ki, misal bu bir növ yəni şahmat gedişinə oxşayır. Çünki biz bilirik ki, TSU-nun da, yəni Cavahirşvilinin də elə də Texniki Universitetinin də administrasiyasında olan şəxslər dövlətlə yaxın əlaqədə olan şəxslərdir, rektor olsun, elə də digər şəxslər olsun. Təbii ki, müstəqil lektorlar var, pedaqoqlar var, lakin administrasiyasında sırf idarə etməsində olan insanlar birbaşa hökumətlə da əlaqəli yaxın insanlardır və sanki bunlar elə bir məndə belə bir şey yarandı, təsəvvür yarandı ki, güya elə bir şey təqdim etdilər ki, auditoriyaya, cəmiyyətə ki, yekun qərardan sonra güya ki, da bu universitetin administrasiyaları həqiqətən istəmirdilər və bunlar da müəyyən səviyyədə hökumətin apardığı bu reformlara müəyyən səviyyədə etiraz etdilər və burada qalib gəldilər və yekun olaraq bunların tələbi yerinə yetirildi və güya bu onu göstərirdi ki, əslində hökumət daha bu kimi şeylərdə güya rasional şeylər verilsə, tənqid olunsa və s. Lazım addımlar ata bilir. Yəni bu məndə bir imitasiya yaratdı. Yəni bu imitasiya təəssüratı yaratdı ki, yəni bu sırf buna xidmət edirdi. Bir də etnik azlıq kütləsi var. Elə də təhsil sahəsində etnik azlıqların reallığı ürək açan deyildi. Bir çox problemlər var idi. İllərdir bu problemlərin aradan qaldırılmasını tələb edirdik. Müsbət yöndə reformlar tələb edirdik. 1+4 proqramının təkmilləşdirilməsini tələb edirdik. Pulsuz olmağını tələb edirdik. Ancaq yəni daha müsbət fonda reformlar tələb etməyimizə baxmayaraq bu gün artıq sual 1 idisə indi 1000 olub. 1+4 proqramları sadəcə dövlət universitetlərində var idi. Soxumi Dövlət Universitetində, Texnik Dövlət Universitetində, Tiflis Dövlət Universitetində, İlya Dövlət Universitetində, Batumi Dövlət Universitetində və s. İndi artıq necə olacaq bu tələbələrin aqibəti? Məsəl üçün bu il hazırlıq kursunu bitirmiş bir tələbə hansı ki istəyirdi ki, İlya Dövlət Universitetində hüquq fakültəsində davam etsin təhsilini, eyni zamanda və ya Tiflis Dövlət Universitetində hazırlığı bitirmiş, hansı ki tibb fakültəsində fəaliyyətini, yəni təhsilini davam etdirməsidir. Bunların aqibəti necə olacaq? Yəni hara köçürəcəklər? Bir çox suallar var, bu suallara cavab yoxdur. Təhsil Nazirliyindən bununla bağlı heç bir şey eşidə bilmirik. Yəni bu 1+4 proqramı ilə təhsil alan etnik azlıq kütləsi nə etsin? Yəni hara gedir ümumiyyətlə? Bizim aqibətimiz necə olacaq? Yəni bununla bağlı sən nə düşünürsən? Təbii ki, bundan sualımız bu dəqiqə bir mənalı şəkildə yoxdur. Çünki heç məncə sistemin özünü belə nə edəcək, sistemin özü belə nə edəcəyini bilmir burada. Ancaq sənin düşüncən nədir? Yəni sən gözləntin nədir bu yöndə? Ayhan, deməli, bildiyin kimi biz əslində daha əvvəl də söhbət eləmişik bu mövzularda, reformlar mövzusunda ki, ümumiyyətlə sistem pisdir, işləmir və bu ümumi cəmiyyət üçün belədirsə, etnik azlıqlar üçün daha da pisdir, daha da müxtəlif, da ümumi problemlərdən əlavə fərqli problem, sırf spesifik problemlər də əlavə olunur buna. Təbii ki, burada tam olaraq heç bir məlumat ala bilmirik. Yəni bu insanların aqibəti nə olacaq əgər mən hazırlığa başlamışdımsa və artıq qərar vermişdimsə ki, filan fənn üzrə, filan fakültə üzrə təhsilimi davam etdirəcəm.
motivasiyam o idisə, mən nətər edəcəm? İndi bu mənim haqlarımın pozulması deyilmi? Yəni mənim seçim haqqımın pozulması deyilmi? Və s. Biz burada bunu müşahidə edirik ki, yəni onsuz da ümumi bu aparılan dırnaqarası reforma, deforma deyərdim mən. Heç ümumi konteksti düz əməlli nəzərə alınmır ki, qaldı biz. Yəni biz demək olar ki, daha bir sonrakı yəni dərəcəli, ikinci dərəcəli, üçüncü, bəlkə də 5-ci, 10-cu dərəcəli kontekstdə. Ona görə heç bir məlumat, heç bir dəqiqlik, müəyyənlik yoxdur. Tamamilə qeyri-müəyyənlikdir və tamamilə bilmirik ki, necə olacaq. Əslində bir ara bəzi medialarda bunu müsbət fonda göstərməyə çalışdılar ki, güya indi də əvvəl 100 tələbə və yaxud da 200 tələbə pulsuz qəbul olurdusa, indi güya bu rəqəm daha çox olacaq. Lakin ona diqqət yetirilmədi ki, əgər söhbət dövlət universitetlərinə gedirsə ki, pulsuz qrant sadəcə dövlət universitetlərində oxuyan tələbələrə veriləcək. Bunu da qeyd etmək lazımdır. Əgər söhbət dövlət universitetlərinə və pulsuz təhsil almaqdan gedirsə, ümumiyyətlə, yəni dövlət universitetinə qəbul olan tələbələrin hamısı pulsuz təhsil almalıdır. Yəni bu avtomatik olaraq kvotayı təbii ki də yuxarı qaldırmalıdır. Amma istər-istəməz qəbul olan tələbə sayısı azalacaq. Tutalım ki, sən 500 eləyə bilərsən pulsuz qrantla təhsil alan tələbə sayısını. Ancaq istər-istəməz tələbə sayısı azalacaq. Tutalım ki, əgər 1000 nəfər qəbul olurdusa dövlət universitetlərinə, etnik azlıqlardan, sən onlara deyirsən ki, mən pulsuz edirəm və 500 nəfər qəbul olsun və yəni tamamilə fərqli elə o qəbulla bağlı qeyri-müəyyənlik mövcuddur hal-hazırda. Məsələni soruşmaq istəyirdim. Məsəl üçün əvvəl tibb oxumaq istəyənlər məsəl üçün İlya Dövlət Universitetində seçə bilirdilər bildiyim qədərilə. Tbilisi Dövlət Tibb Universitetində seçə bilirdilər və Tbilisi Dövlət Universitetində seçə bilirdilər. Eyni zamanda hüquq oxuyanlar məsəl üçün 4 universitetdən 4-ünü seçə bilirdilər, hətta 5-ini də. İndi məsəl üçün sadəcə hüquq fakültəsi Tbilisi Dövlət Universitetində olduğu təqdirdə, yəni 1+4-ün yeni qəbulu nə formada baş verə bilər? Yəni sən nə düşünürsən bunu? Mən məsəl üçün çox düşündüm bu mövzu ilə bağlı ki, bunu necə formalaşdıra bilərlər və bunun ümumiyyətlə menecmenti nə formada baş verəcək? Yəni belə çıxır ki, onda İlya Dövlət Universitetinə sadəcə başdan və 1+4 proqramı belə deyim, qəbul olan vaxtdan, yəni sən artıq 1+4 proqramına daxil olan vaxtdan sən qərar verməlisən ki, əgər istəyirsənsə ki, pedaqoji oxuyasan, İlya Dövlət Universitetində oxuyasan 1+4-ü, hüquq məsələn və ya tibbsə, yəni o istiqamətdə artıq universiteti seçirsən. Məsəl üçün artıq bizim praktikada bir çox reallıq var, hansı ki, başdan hazırlıq oxuyanda hələ bilmirsən hansı fakültetdə davam etmək istədiyini və hazırlığı bitirdikdən sonra dil səviyyənə və ona görə artıq ölçüb biçirsən ki, hansı fakültetə davam edə bilərsən və ona uyğun fakülteti seçirsən. Yəni bu biraz Sovet rejimi kimi deyilmi? Yəni başdan sistem səni formalaşdırır bir istiqamət. Belə bir problem doğura bilər bu məsələ. Ki, misal normalda gürcü dili məktəb bitirdikdə istər-istəməz sən təxmini olaraq müəyyənləşdirirsən ki, hansı fakültə üzrə təhsilini davam etdirməliyəm və imtahanlar da o yöndə verirsən. Lakin bizdə belə olmur. Bizdə sənin də dediyin kimi da ilk olaraq ümumi qabiliyyət imtahanı verilir və ondan sonra əslində ona qədər qərar vermiş ola bilər şəxs təbii ki də. Lakin vermədiyi təqdirdə nə etsin? Yəni o biraz problem. Bir digər məsələ yəni bu öz-özlüyündə qaçınılmazdır ki, bir fakültetdə artıq eyni səviyyədə tələbə oxuya bilməyəcək. Məsəl üçün 4 universitetdə, 5 universitetdə cəmdə hüquq fakültəsində məsəl üçün 600, hətta 1000 tələbə oxuyurdusa, artıq Tbilisi Dövlət Universitetinin o qədər potensialı yoxdur ki, hüquq fakültəsinə 1000 tələbə qəbul etsin. Yəni bu olacaq 300-400. Bu deməkdir ki, 600 tələbə, yəni təbii ki, bu şərti rəqəmlərdir. 600 tələbə daha az qəbul etməlidir hüquq fakültəsinə. Bu öz-özlüyündə nə qədər bərabər konkurensiya yaradır? Çünki Gürcüstanda hardakı sosial-iqtisadi reallıq bərabər deyil, kimi daha imkanlıdır, iqtisadi olaraq kimi daha az imkanlıdır və bu öz-özlüyündə nə qədər korrupsiyaya daha yatqın bir zəmin yaradır ki, necə ki, məsələn, əvvəldən var idi, pulu verib həmin fakültetlərə qəbul olma imkanının artırılması və belə deyim, yüksək vəzifəli şəxslərin uşaqları və ya imkanlı siyasi-iqtisadi vəziyyəti yüksək olan uşaqların
şəxslərin, uşaqları məsəl üçün həmin fakültetlərdə, istədiyi fakültetlərdə yerləşdirilir. Sonra geridə qalan yerlərə uyğun şəkildə digər belə deyim cəmiyyətin digər sosial-iqtisadi vəziyyəti az olan, aşağı olan təbəqənin uşaqları yerləşdirilir. Bu öz özlüyündə nə qədər yəni korrupsiya üçün zəmin yaradır təbii ki və təhsil azadlığı, hansı ki konstitusional olaraq dövlət təmin etməlidir. Bu artıq daha çox bir hüquqa yox da daha çox güclər demiş pnevəyə çevrilir ki, yəni mən təhsil almaq üçün mübarizə aparmalı oluram. Yəni belə bir reallıq yaranır. Bəli, təbii ki, elədir bu. İndidən müəyyən təbii ki, ehtimallar deyə bilərik, düşünə bilərik. Amma tam olaraq qeyri-müəyyənlik mövcuddur yenə. Tam dəqiq deyə bilmərik. Lakin belə bir şey var ki, biz bilirik ki, Gürcüstanda yəni əsasən də şəhər-kənd müqayisəsində çox ciddi bir fərq var. Sosial-iqtisadi fərq mövcuddur. Çox qeyri-bərabərsizlik var. İstər resursların qeyri-bərabər paylanılması olsun, istər başqa problemlər olsun da ciddi bir qeyri-bərabərsizlik var. Bu elə necə ki universitetdə, elə də elə məktəbi bitirdikdə də özünü biruzə verir. Uşaqların, şagirdlərin necə təhsil, necə keyfiyyətli bir təhsil alırlar, ona yəni bilavasitə təsir edir. Misal, əgər şəhərdə yaşayan prestijli bir dövlət məktəbində oxuyursansa və hansısa bir özəl məktəbdə oxuyursansa da, sən o məktəblərin da Facebook səhifələrində göz gəzdirsən, görərsən ki, deyirlər, misal, filan şagirdimiz xarici universitetə qəbul oldu, Avropaya, Amerikaya və s. Lakin bunu da regionlardakı məktəbdə çox az görə bilərsən. İstisna hallar ola bilər, onda görə bilərsən. O da əgər təbii ki, bir növ PR edilibsə, bu bir sonraki mərhələdə özünü necə biruzə verəcək, yəni bir növ ədalətsizlik yaradacaqmı? Çünki əgər sən məktəbdə yetəri qədər, digərləri qədər təhsil ala bilməmisənsə də, yəni istər-istəməz dövlət universitetlərində digərləri ilə şəhərlərdə təhsil almış tələbələrlə müqayisədə, elə də sosial, iqtisadi vəziyyəti daha yaxşı tələbələrlə müqayisədə artıq rəqabətdə yəni qazanmaq şansın çox azdır. Yəni bu təbii prosesdir. Əgər belə bir iqtisadi vəziyyət varsa, ədalətsizlik varsa, sosial ədalətsizlik, bu artıq bu mərhələdə, yəni təhsil əlçatanlığı mərhələsində təbii prosesə çevrilir, təəssüf ki. Bu baxımdan yəni təhsilin bu kontekstdə ali təhsilin əlçatanlığı ilə əlaqədar ciddi problemlər yaradacağı aşkar məsələdir. Necə ki, misal sosial-iqtisadi status məsələsində şəhər-kənd arası bərabərsizlik kontekstində, elə də etnik azlıqlar kontekstində ciddi bərabərsizlik yaradacağı açıq aydındır. Yəni tam olaraq nə tər bir kvota müəyyənləşdiriləcək, bu da hələ tam olaraq məlum deyil, düzü. Bu reformun məqsədi müzakirəsiz ki, mərkəzləşdirilmiş idarə sistemi yaratmaqdır və eyni zamanda bu təhsil sisteminin bir gəncə verə biləcəyi hər şeyi qabaqcadan filtrizasiyadan keçirdib və tamamilə sistemin istədiyi məlumatı və təhsili bu gəncə ötürməkdir. Burada sual yaranır ki, bu formada, yəni bu təhsil ümumiyyətlə bizə nə qata bilər? Yəni belə bir təhsili biz ümumiyyətlə istəyirikmi və nə verə bilər bu təhsil? Hansı ki, sistem qabaqcadan ölçüb biçir ki, biz maksimum təhsil sistemindən nə götürə bilərik? Yəni belə bir təhsil öz özlüyündə daha təhlükəli deyilmi? Təbii ki, elədir. Çünki biz əslində bu reformlar ilk elan olunduğunda onu eşidirdik tez-tez ki, və davamlı istifadə etdikləri sözdür ki, bu bazar analizi və davamlı bunu bazar analizinə bağlamaq, onunla əlaqələndirmək cəhdi var idi ki, bazar bunu tələb edir və s. Yəni iş bazarına baxdıqda isə onu görürük ki, yəni müştəri xidmətlərindən o yana təəssüf ki, heç bir da normal, yəni hal-hazırda olan orta əmək haqqının üstündə olan bir iş, bir pozisiya görə bilmirik. Və burada istər-istəməz sual yaranır ki, hansı bazar sırf ucuz işçi axtaran və bu ucuz işçi hesabına öz kapitalını daha da çoxaldan bazardır, ona xidmətdir məsələ, yoxsa nədir tam olaraq? Elə də burada biz şey də bilirik ki, misal 3 il bakalavr, 3 il magistr, 1 il etmək məsələsində də yəni istər-istəməz o
hissiyyat, təsəvvür yaranırdı insanda ki, da burada məsələ budur ki, sırf məktəbi də tez bitirəsən, universiteti də tez bitirəsən, magistr oxuyursansa onu da tez bitirəsən və tez bir şəkildə tam ixtisaslaşmadan hansısa tələb edən bazarın ucuz işçi qüvvəsi olasan. Bu təbii ki də çox ciddi risk faktorudur və dövlətin belə bir yanaşması təhsilə çox acınacaqlıdır məncə. Təbii ki, bu gedən proseslər, bu deform öz-özlüyündə etiraz aksiyalarında bərabərində gətirildi təbii olaraq və bir neçə gündür ki, artıq universitet tələbələri universitet qarşısında etiraz aksiyaları həyata keçirirlər. Gözləntin nədir bu gedişatdan? Səncə bu etiraz aksiyaları nəsə dəyişə biləcəkmi? Mən şəxsən belə deyim, şəxsi düşüncəmdir ki, başqa çıxış yolu mən görmürəm etiraz aksiyalarından başqa. Yeganə yol bu rejimlə mübarizə aparmağı düşünürəm ki, küçələrdə etiraz aksiyalarıdır. Sənin düşüncəni də eşitmək istəyərdim bu mövzu ilə bağlı. Mən də qatılıram sənə təbii ki. Yəni bu məncə hər birimizin ən azı bir növ mənəvi məsuliyyəti borcu olmalıdır ki, yəni hər hansı bir nəticə olmasa belə, yəni biz nəyi görürük? Görürük ki, proseslər, yəni ölkənin gələcəyi, istər təhsil sistemi olsun, istər digər proseslər, digər məsələlər olsun, yəni yaxşı yerə getmir. Ona görə də hər bir şəxs olaraq şəxsi məsuliyyətini, vətəndaş məsuliyyətini üzərinə götürüb bir mənəvi borc olaraq qəbul etməlidir bunu və təbii ki, etiraz etməlidir. Biz təbii ki, bilmirik necə nəticələnəcək, bu necə nəticələnəcək. Əgər hər hansı bir yerə addım atılmasa, yəni bu dırnaqarası reformlardan geri dönülməsə və bunun təsirini minimala endirəcək ciddi geri addımlar atılmasa, məncə ciddi yəni problemlər doğuracaq bu. Necə ki, ölkədən miqrasiya, gənc axını və digər problemlər, digər iqtisadi problemlər, ciddi problemlər doğuracaq və təbii ki, sonrasında bunun da müəyyən qədər yenə məhdudiyyətlərlə qarşısını almağa çalışacaqlar və yenə getdikcə hər keçən gün daha da belə sırf daha da avtoritar, daha da sırf belə hətta totalitar deyərdim bir rejimə çevriləcək artıq bu dırnaqarası hakimiyyət. Çox sağ ol Ruslan, iştirakın üçün, maraqlı müzakirən üçün. Mən də öz növbəmdə təbii ki, sənin pozisiyanın irəli gələrək qatılıram ki, bugünkü reallıqda bu deform çərçivəsində suallara cavabımız təəssüf ki, yoxdur. Çünki gedişat nə göstərəcək, necə dəyişəcək, ümumiyyətlə necə formalaşacaq və aqibətimiz nə olacaq, təəssüf ki, sual altındadır. Xüsusən etnik azlıqlar üçün bu gedişat nə göstərəcək və etnik azlıqların aqibəti necə olacaq, 1+4 proqramı fəaliyyətini necə davam etdirə biləcək ya yox ümumiyyətlə. Biz əslində bir ara onu da müşahidə etdik ki, bəlkə ləğv olunsun falan deyə. Bu əslində bir növ ola bilsin nəbz yoxlama da ola bilərdi ki, görə insanların reaksiyası nə olacaq da bu proqramın ləğvinə. Tamamilə razıyam. Nətər baxılır, müsbət baxılır yoxsa mənfi? Növbəti addım elə 1+4 proqramının o da ola ləğv bilər, olunması. Yəni gözlənilməz heç bir şey gözlənilməz deyil, yəni bu şəraitdə. Ona görə ümumiyyətlə qəbul necə olacaq və ya hal-hazırda bitirmiş tələbələrin aqibəti necə olacaq, fakultetlərdə, istədiyi fakultetlərdə necə davam edə biləcəklər, hal-hazırda fakultetlərdə oxuyan və ləğv olunmuş, belə deyim, fakultetlərin tələbələri nə edəcək, davam edə biləcəklərmi, başqa universitetə köçürəcəklər ya necə? Bu sualların təəssüf ki, heç birinin cavabımız yoxdur. Biz çalışacağıq ki, artıq gedən proseslər çərçivəsində suallara cavab tapdıqdan sonra bir müzakirə yenə və çalışaq ki, bu suallara cavab verək. Təhsil mövzusunu müzakirə etməyə davam edirik. Təbii ki, gedən reallıq fonunda nəsə sualınız olsa bizə yönləndirsəniz sevinərik. İzləmədə qalın.